Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox sadə, yüngül və dadlı bir salat resepti paylaşacağıq. Pərpətön salatı. İndi isə keçək hazırlanmasına. İlk olaraq əvvəlcədən yaxşıca yuyub hazırladığımız pərpətönləri qazanda qaynatdığımız suyun içinə əlavə edirik. İlk baxışdan miqdarı çox görünsə də narahat olmayın. Pərpətön isti suda bişərkən öz həcmini itirir və xeyli azalır. Təxminən 5-6 dəqiqə qaynatdıqdan sonra görürük ki, pərpətönlərin rəngi dəyişib, daha tündləşib və yumşalıb. Bu zaman sudan çıxarıb əlimizlə yaxşıca sıxırıq ki, artıq suyu çıxsın. Daha sonra başqa bir qaba əlavə edirik. Üzərinə 3 ədəd rəndelənmiş xiyar əlavə edirik. İstəsəniz xiyarları xırda-xırda doğrayaraq da istifadə edə bilərsiniz. Ardınca 2 dəstə şüyüd və 400 stəkan qatıq əlavə edirik. Sonda zövqə görə duz əlavə edib bütün ərzaqları yaxşıca qarışdırırıq və budur, çox sadə və ləzzətli pərpətön salatımız hazırdır. Gördüyünüz kimi bu salat həm çox asan hazırlanır, həm də xüsusilə isti yay günləri üçün ideal seçimdir. Amma mütləq soyuq halda servis edin. Dadı o zaman daha da gözəl olur. Bu arada siz də bu bitkiyə pərpətön deyirsiniz, yoxsa sizin bölgənizdə bu bitkinin fərqli bir adı var? Mütləq şərhlərdə bizimlə paylaşmağı unutmayın. Ümid edirik ki, videomuzu bəyəndiniz. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərhlər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.